Hər vaxtınız xeyirli olsun. Mən məntiq müəllimi Elbrus Həşimov. Bu videoda belə bir sahə sualının izahını vermiş olacağam. Diqqətlə baxsaq, burada rənglənmiş hissənin sahəsini soruşur. Kvadratın sahəsi də 1-dir. Yəni burada tərəf 1-dir bu arada. Diqqətlə baxsaq, biz burada rəngli hissənin sahəsini tapsaq, biraz çətinlik ola bilər. Bu sualını daha sürətli həll etmək üçün nə etmək lazımdır? Kvadratın sahəsinin hamısını tapmaq lazımdır. Ağların sahəsini çıxmaq lazımdır kvadratın sahəsindən və yerdə qalacaq təbii ki, rəngli hissənin sahəsi. Kvadratın tərəfi 6, digər tərəfi də 6-dır. Elə kvadratdır onsuz da. Deməli, bunun sahəsi edir 36. Kənarda yazıram 36. 36-dan çıxacağım rəngsiz hissənin sahəsini. Baxın diqqətlə. Bu rəngsiz hissənin sahəsi nə qədərdir? Bu üçbucaqdır. Tərəfi 1, digər tərəfi 2-dir. 2 vurulsun 1, 2-yə bölmək lazımdır. Üçbucağın sahəsinə görə, düsturuna görə. Deməli, bunun sahəsi 1 eləmir. Baxın, elə bu üçbucaqdan hamısı eynidir və bu da əslinə qalsa eynidir. Bunu 2 yerə bölsəz, görərsiniz ki, bundan 2 dənə var burada. Bunu da 2 yerə bölsəz, görərsiniz ki, ondan 2 dənə var. Bunu da 2 yerə bölsəz, görərsiniz ki, 2 dənə var. Həmçinin burada da görsənir ki, 2 dənə var ondan. Elə onların sayını vuraq birə də elə. 1, 2, 3, 4, 5, bu da 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Vəssalam. 16 oldu ağların sahəsi. 36-dan çıxacağım 16-nı və rəngli hissənin sahəsini 20 tapmış oluram.